Ona görə qayıtmaq istəmirəm ki, əvvəla Azərbaycanda müstəqil jurnalistika ilə məşğul olmaq üçün heç bir fürsət yoxdur və bütün müstəqil səslər boğulub və mən özümü mühacirətdə faydalı hesab edirəm. Çünki düşünürəm ki, buradakı fəaliyyətimlə ölkə müstəqil mediasına hansısa faydalar verə bilərəm. Azərbaycana qayıtsam mən xəbər olacağam, amma mən xəbəri çatdırmaq üçün hər hansısa bir iş görə bilməyəcəm. Yəni bu da peşəkarlıqdan kənardır. Geriyə qayıdanda mənim Azərbaycanda məni 11 illik bir həbs gözləyir və bu həbsdə keçirəcəyim müddət məni həm cəmiyyətdən təcrid eləyəcək, həm də faydalı olmaqdan arındıracaq və jurnalist olaraq mən düşünürəm ki, həm də bu peşəmin mənə belə deyək, peşəmin məndən istədiyi şey odur ki, mən professional olaraq ilk öz həyatımı qoruyum və daha sonra peşəm üçün hansısa addımlar atım və ona görə düşünürəm ki, bu həm də peşəkar yanaşmadır ki, əvvəla özüm, daha sonra isə məlumat. Maarifçilikdən bu yana Azərbaycanda bu jurnalistika ənənəsi hansısa formada müstəqil fəaliyyətini ya gizli, ya aşkar şəkildə davam etdirməyi bacarıb. Yəni ağır repressiyalar, Sovetin insanları öldürdüyü bir dövrdə insanlara necəsə məlumat çatdırmağa çalışan insanlar var idisə, zənn etmirəm ki, həbs təhlükəsi altında, yəni təhlükənin həbs olduğu bir dövrdə bu insanlar yetişməyəcəklər və Azərbaycan mediası üçün çalışmaqdan imtina edəcəklər. Mən bir qədər praqmatik yanaşıram bu məsələyə, yəni insanların praqmatik maraqlarını nəzərə almağa üstünlük verirəm. Ölkədən çıxa bilən jurnalistlərin heç də hamısı xaricdə jurnalist fəaliyyətini davam etdirmir. Burada entuziyazma hesablamaq lazım gəlir. Heç də hamı xaricdəki həyatını bu entuziyazm üzərində qurmaq lüksündə və ya istəyində olmur. Bütün hallarda isə xaricdən jurnalistika və bloqçuluq fəaliyyətlərinin Azərbaycan cəmiyyətinə informasiyaların və mesajların ötürülməsi baxımından müstəsna əhəmiyyəti var. Eyni zamanda düşünürəm ki, xaricdəki bu fəaliyyətlərin ölkənin daxilindəki siyasi təşəbbüslərlə, siyasi aktivliyini qoruyub saxlayan çevrələrlə sinxronluğu olmayacaqsa, bu ictimai əhəmiyyət etibarı ilə də gözlənilən effekti verməyəcək. Mən siyasi jurnalistikanı nəzərdə tutmuram, sadəcə olaraq xaricdə və daxildə ictimai təşəbbüslərin daha effektiv uzlaşmasını nəzərdə tuturam. Çox ani qərarla ölkədən çıxdım. Yəni mən 4 saatin içində artıq biletimi alıb 4-cü saatın tamamında artıq təyyarədə uçurdum Gürcüstana. Ölkəmlə sağollaşa bilmədim, dostlarımla sağollaşa bilmədim və Azərbaycanla bağlı çoxlu planlarım, orada görməli olduğum, çəkməli olduğum, araşdırmalı olduğum yüzlərlə mövzu var idi. Təbii ki, bunları eləyə bilməmək həmişə çətin hiss elətdirir. Amma bu peşəkar tərəfidir, işin bir də mənəvi tərəfi var ki, ailəndən uzaqsan və həm də nə qədər peşəkar yanaşmağa çalışsaq da dostlarımız orada həbsdədir və onların həbsdə olduğu dövrdə bizim burada azadlıqda olmağımız insanı mənəvi olaraq incidir, pis hiss elətdirir, günahkar hiss etdirir.